Laqadixi bələdiyyəsində yaşayan soydaşlarımız çətin vəziyyətdədirlər. Vallahi qutunun içində qalmışıq. Yantağımız yox, damımız yox, dam da uçub gedib. Öyün içinə dolubdur. Barxanam yoxdur. Düzdə qalmışıq. Vallahi 4 dərman içmişəm. Öyüm olduğum yerə su doldu. Yata bilmədim. Yola çıxıram, yeriyəmirəm. Aman da hoydu. Bütün qonşulara içində biz olmaq şərti ilə hamımıza çox böyük ziyan dəydi. Zaborumuzu gördüyümüz nə vəziyyətdədir. Biz hökumətimizdən kömək istəyirik. 27 sentyabr tarixində Qabal çayının daşması nəticəsində Laqadixi bələdiyyəsinin Qabal, Gəncəli, Uzuntala, Qaracalar və digər bir sıra kəndləri demək olar ki, sel suları altında qalıb. Hazırda sel suları çəkilsə də onun törətdiyi fəsadlar yerli sakinlərə ciddi ziyan vurub. Bir sıra evlər yararsız hala düşüb, kənd təsərrüfatı məhsulları məhv olub, toyuq cücələr tələf olub, yol infrastrukturu isə tamamilə çöküb. Hazırda yerli əhalinin içməli suya, isti geyimə və qidaya ciddi şəkildə ehtiyacı var. Sözü gedən kəndlərdə yaşayan yerli sakinlər vəziyyətin daha da pisləşməməsi və dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması üçün aidiyyatı qurumlardan yardım istəyirlər. Göründüyü kimi hal-hazırda təbii fəlakətlərin nəticəsində, çayın daşması nəticəsində evə bütünlüklə daş dolubdur, qum dolubdur. Tək qadın evdə yaşayır, heç bir şey eləyə bilmədi. Hal-hazırda burada indi bir ekskavator lazımdır ki, qapını təmizləsin. Dünənki seldə bizim bütün qonşulara içində biz olmaq şərti ilə hamımıza çox böyük ziyan dəydi. Zaborumuzu gördüyümüz nə vəziyyətdədir. Biz hökumətimizdən kömək istəyirik. Badvalımız dolub, yantağımızın altı dolubdur. Səhərdən burxay təmizləyirik, bir yana çıxarda bilmirik. Xala diniyim, 2 dənə belə balonum, nə bilim mən orada olurdum, düzü sözün açığı orada pişirirdim, orada yerdim, qoca arvad idim. Nəyim var idi, hamısını yuda apardı. Burada bir xeylaq qardalı var idi, bu qardalın hamısı getdi. Bu ev alanjilər, bandor alanjilər hamısı yatıbdı, yararsızdır. Qapıda gördüyünüz kimi pis gündədir. Bir sözlə nəyimiz varsa da hamısı getdi, heç birini xilas edilmədik. El basıb selin altında qalmışıq, eşik, hamısı darmadağın olub, dikəzdən qopub, tonla arpa var idi, arpa, nə bilim, qartof, nələr, öydə bir dənə şeyimiz qalmayıb, pal-paltar, zat bütün eləcə düzdə qalmışıq. Bütün daş, hamısını sel apardı getdi. Yerin içində 3 dənə ərancel var idi, bir ərancel xiyar, 3 loy var, hamısını aparıb getdi. Ananızam, ananızın qədrini bilirsinizsə, mənə də rəhm eləyin. Beycə qanım qalxıb, maşın olmayıb doktora getməyə. Vallahi 4 dərman içmişəm. Öyüm olduğum yerə su doldu, yata bilmədim. Yola çıxıram, yeriyəmirəm, aman da hoydu. Öydü, eşikdi, hamısı, peşdi, qravotdu, onun xala dinimizdir, badvaldı, hamısı. Barxanamız düzdə qalıb, beycə düzdə yatışmışıq. Allah haqqı gəlib yoxlaya bilərsiniz, qadanız alım, qurban olum, nə olar, damat alım, hər bir şəraitimiz yoxdur. Düzdə qalmışıq, bizə yardım edin, ağrınız alın, başınıza dönüm, nə olar. Xəstə yoldaşım var, xəstə ərim var, təkcə özüm idarə eləsəm eləyirəm. O ödümdən də operasiyalıyam, mədəmdən də operasiyalıyam, xəstə adamam, nə olar, bir mənəm. Xəstə uşaqlarım var, qadanız alın, bana yardım edin. 24 News xəbər portalına müsahibə verən Merin Qabal ərazi birliyi üzrə nümayəndəsi Ramiz Amirov bildirib ki, hazırda dəymiş ziyanla bağlı komissiya yaradılıb və sakinlərə yardım göstərilməsi istiqamətində işlər aparılır. Bu 2 günlərdə Qabal kəndində olan fəlakət haqqında bütün Gürcistanın xəbəri var. Sizə onu demək istəyirəm ki, bugün də yenə rəhbərlik buradaydı. Böyük şəkildə, geniş şəkildə iclas oldu. Bu iclasda da kəndimizə olası kömək, yardım haqqında söhbət getdi. Yəni bunu deməkdə məqsədim odur ki, heç bir ev, heç bir ailə diqqətdən qıraqda qalmayacaq. Hər bir ailəyə komissiya təyin olunub, kimin nə qədər zərəri var, hamısı dövlət tərəfindən ödəniləcək. Onun miqdarı hələ dəqiq deyil, çünki bu haqda yüksək vəzifəli şəxslər bu haqda işləyirlər. Bu yaxınlarda, bu yaxın günlərdə nəticəsi məlum olunacaq. Yəni deməkdə məqsədim odur ki, heç kim diqqətdən kənarda qalmayacaq. Allah hər birinizə səbir versin, hər birinizə yardımcı olsun.